Azərsüd, Evita Gözəllik Mərkəzi, Diablonun baş sponsorluğu, Biolayan Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə Şəfalı Həyat başladı. Salam mənim əzizlərim, xoş gördük. Yenə də hər bazar günü saat 3-də eyni vaxtda Şəfalı Həyat sizinlədir. Mənim əzizlərim, bugün tarixi gündür. Çünki bugün 15 iyun tarixində Azərbaycanın qurtuluş günüdür. Bütün Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Azərbaycan. Var olsun bizim ali baş komandamız, prezidentimiz İlham Əliyev. Var olsun silahlı qüvvələrimiz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Qurtuluş günü münasibətinə bütün Azərbaycan xalqımızı təbrik edirəm. Verilişimiz davam edir və bugünkü hörmətli və dəyərli qonaqlarımı təqdim etmək istəyirəm. İstəyirəm ilk öncə Azərbaycanda onu tanımayan insan yoxdur. Çünki minlərlə insanı xilas edib. Deyərdim, sözün əsl mənasında minlərlə insanlara həyat vermiş insan. Azərbaycanda ilk dəfə məhz qaraciyər transplantasiyanı edən cərrah, transplantolog, tibb üzrə fəlsəfə doktoru bugün studiyamızın qonağı Mircəlal Kazımıdır. Buyurun Mircəlal doktor. Hoş gördük. Xoş görsün, salam. Hər zaman siz gələrsiniz. Çox sağ olun. Mən də sizi bu qurtuluş günü münasibətilə təbrik edirəm. Çox sağ olun. İnşallah müstəqilliyimiz əbədi olsun, daimi olsun. Hər birimiz də bu işığın, bu Azərbaycanın içində öz fəaliyyətimiz davam edib xalqımıza, millətimizə xidmət edir. Çox sağ olun Mircəlal doktor. Onu da vurğulamaq istəyirəm. Bax, bundan öncə də dedim. Siz məhz ilk dəfə Azərbaycanda deyərdim ki, o kitaba düşmüş ilk cərrah transplantoloqsuz ki, kim məhz qaraciyər transplantasiyası etdiniz və deyərdim ki, minlərlə, yəni mən şəxsən tanıdığım minlərlə insanlara kömək etmişsiniz. Minlərlə insanları evinə o işığı elə siz vermişsiniz. Çünki doğrudan da işiniz çox ağırdır və bu haqda biz ətraflı danışacağıq. Xoş gəlmişsiniz, hər zaman siz gələsiniz. Buyurun, əyləşin. Növbəti qonağımızı təqdim etmək istəyirəm. Bugün studiyamızın qonağı yoga mütəxəssisi, deyərdim ki, yoga ustadı Anar Abbasovdur. Buyurun Anar bəy. Salam, xoş gördük. Salam, necəsiz? Yaxşı. Buyurun, əyləşin, zəhmət olmasa. Bugün 15 iyun Azərbaycan xalqının milli qurtuluş günüdür və bugün də gözəl ifalarımızla, bugün studiyamızın qonağı əməkdar artistimiz Xayyam Mustafazadədir. Əsrlər gəldi keçdi, ucaldı xalqın səsi, işığa qaldı həsrət, qədim modlar ölkəsi.
Xəyəm bəy, əyləşin, xoş gəlmisiniz. Çox sağ olun, minnətdaram. Çox gözəl ifanız. Maşallah, çox gözəl səsiniz. Təşəkkür edirəm. Bu gün Çox qonağımızsınız. sağ olun. Bilirəm ki, bu yaxınlardan Laçına getmişdiniz. Orada möhtəşəm bir konsert verdiniz. O nəinki Laçın, ondan əvvəl elə keçən ay may ayında 2 dənə dövlətdə konsert verdik. Qırğızistanda, Bişkek şəhərində və Manas şəhərində silsilə konsertlər oldu. Çox gözəldir, qarşıladılar. Və məhz bilirsiniz, qastrollarda bilirsən ki, Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti necə böyükdür, necə şərəflidir. Bugün də bayramdır, ürəkdən təbrik edirəm bütün tamaşaçıları, bütün Azərbaycan xalqını, qonaqlarımızı salamlayıram. Çox sağ olun. Minnətdaram dəvətinizə görə və elə yeri gəlmişkən nəyə görə dedim ki, bayram günüdür. Milli liderimiz Heydər Əliyevin belə deyək də bu bir qayıdışı idi və biz də fəxrlə Azərbaycanımızı təmsil edirik və Heydər Əliyevin gözəl bir sözü var idi ki, Azərbaycanın 2 dənə siması var ki, onu bütün dünyada tanıdır. O idmançılardır və musiqiçilərdir. Bizim üçün də, mənim üçün də böyük şərəf hissidir ki, böyük sənətkarlarımızla qastrol səfərlərinə gedirik. Qırğızistan çox gözəl keçdi. Üstündən 2 həftə keçdi. Tacikistanda çox böyük konsertlər verdik. Və bilirsiniz, çox qürurluyuq ki, Azərbaycanımızın belə mədəniyyəti var. Həm musiqi baxımından, həm mədəniyyət baxımından rəqqaslarımız, aşıqlarımız, muğam ifaçılarımız, estrada ifaçılarımız, klassik estrada ifaçılarımız və əlbəttə ki, böyük opera müğənnilərimiz var bizim, böyük musiqimiz var bizim və bununla həm qürur duyuruq, həm də fəxr edirik. Bir də bayramınız mübarək olsun. Çox sağ olun. Sizə də təşəkkür edirik. Bu belə bir tarixi gündə bizim qonağımız oldunuz. Gözəl ifanızla təşəkkür edirik. Hər birinizə bir daha təşəkkür edirəm. Bugün Mircəlal doktor bugün studiyamızın qonağıdır. Təbii ki, Mircəlal doktoru bütün Azərbaycan tanıyır. Nəinki Azərbaycan deyərdim ki, artıq dünyada özünü tanıtmış və dünyada Azərbaycanı tanıtmış bir doktorumuzdur. İşin peşəkarıdır. Bundan öncə də vurğuladım ki, mən tanıdığım minlərlə insanlara kömək etmişsiniz. Və bugün mövzumuz adi mövzu olmayacaq. Bugün studiyamızın qonağı cərrah, transplantoloq, Azərbaycanda ilk dəfə, hətta kitaba da adı düşmüş transplantoloq cərrah Mircəlal Kazimidir. Onu da vurğulamaq istəyirəm ki, mövzumuz fərqli olacaq. İstəyirəm onu da elə Mircəlal doktordan birazdan bunu haqda ətraflı danışaq və növbəti qonağımızı da salamlayıram. Bugün studiyamızın qonağı yoga uzmanı deyim, yoga ustadı deyim, yoga mütəxəssisi deyim. Hətta mənim də müəllimimdir. Artıq biz ailəcə, yoldaşım da, mən də Anar bəylə məşğul oluruq. Ona görə də bugün qərara gəldim ki, bugün studiyamıza elə Anar bəyi də dəvət edək. Çünki bugün mövzumuz fərqli olacaq. Gözəl ifalarımız, mütəxəssisimiz və sizinlə biz bugün elə mən özüm həkim olduğuma görə və dietoloq olduğuma görə qaraciyarın əsas fəaliyyətidir, əsas önəmliyi, necə müalicə olunur, necə yoga bizə kömək edir. Yəni bu haqda danışmaq istəyirəm. Sizə də təşəkkür edirəm. Bugün studiyamızın qonağısınız və diqqətiniz bizdə olsun. Hər zaman olduğu kimi Şəfalı Həyat sizinlədir. Çox sağ olun Şəfa xanım, bu işə dəvət elədiyiniz üçün. Bilirsiniz, müalicə, xəstəlik hamısı öz yerində, amma ruhumuzun qidalarından biri də musiqidir. İnsan xoş musiqi eşitdiyi zaman, xoş musiqi dinlədiyi zaman həqiqətən də ruhu dincəlir. Ruhumuz dincəldiyimiz zaman bizim fiziki sağlamlığımız da yerinə qayıtmış olur. Mən hörmətli sənətkarımıza sizin vasitənizlə fürsətdən istifadə edib çox təşəkkür etmək istəyirəm. Hər zaman efirdən izləyirdik. Bizim ölkəmizi, dövlətimizi tək Azərbaycanda deyil, xarici ölkələrdə tərənnüm eləmək, bizim mədəniyyətimizi yaymaq, bizim nə qədər mədəniyyətimizin nə qədər dərin olduğunu, nə qədər çeşidli, zəngin olduğunu sizlər bizi tərənnüm edirsiniz. Ona görə mən sizə bir daha minnətdaram, təşəkkür edirəm. Hər zaman səsiniz daha keyfiyyətli olsun, daha gözəl olsun ki, biz də dinləyib ruhumuz burada sağlam olsun, ruhumuz dincəlsin. Var olun, çox sağ olun. Var olun siz də. Çox sağ olun. Dünya şöhrətli həkimdən bu sözləri eşitmək doğrudan da bizə şərəfdir və mənim özümə də şərəfdir ki, bugün bizim studiyamızda belə bir hörmətli qonaqlarımız, bundan öncə də dedim, hörmətli və dəyərli qonaqlarımız bugün studiyamızdadır və Xəyam, ümumiyyətlə, janrından asılı olmayaraq,
Dünyada elə bir insan yoxdur ki, musiqi dinləməsin. Bəli, bəli. Bunun milliyyəti, bunun irqi, rəngindən asıl fərqi yoxdur. Janrından asılı olmaq elə bir insan yoxdur ki, dünyada musiqi dinləməmiş olsun. Bəli, Xəyam bəy, görürsünüz. Sizi yəni hər kəs dinləyir və hər zaman sizə uğurlar arzu edirik. Çox Hər sağ olun, zaman siz də minnətdaram. bizim o necə ifanızla, elə də hər zaman bütün dünyada Azərbaycan bayrağı ifa olanda sizin də ifanız orada olsun. Yəni doğrudan da bu önəmlidir. Cəlal doktor, təşəkkür edirəm. Çox sağ Bu olun. studiyamızın qonağısınız, var olasınız. Hər zaman sizi bizim studiyamızda görmək bizə şərəfdir. Cəlal doktor, bax istəyirdim, ən önəmli odur ki, qaraciyərin piyələnməsi haqqında danışaq. Hal-hazırda bu çox bir mühüm bir problemdir və kilolu insanlarda da olur, kilolu olmayan da insanlarda olur. Bu nə ilə bağlıdır? Ümumiyyətlə bunu necə aradan götürmək olar? Bilirsiniz, əslində haqlısınız. Qabaqları illər əvvəl insanlar belə düşünürdü ki, qaraciyərin yağlanması yalnız çəkisi artıq olan insanlarda, aşırı kilolu olan insanlarda olur. Amma son dövrdəki təcrübələr onu göstərdi ki, heç qaraciyərin yağlanması tək çəkiyə bağlı deyil. Təbii ki, çəkinin də vermiş olacağı bir əlavə risk var, faktordur. Amma çəkiyə bağlı olmayan xəstələr də var. Məsələn, bir şəxsi təcrübəmizdə, xüsusilə bizim orqan transplantasiya etdiyimiz xəstələrdə qaraciyər donorlarının müayinəsi zamanı onların bir qismi, hardasa 5-10% qaraciyərdə yağlanma var üzündən donor kimi iştirak eləyə bilməyiblər. Bunların da böyük əksəriyyəti çəkisi normal və ya da çəkisi aşağı olan insanlardır. Xüsusilə çox təəssüflər olsun ki, bizim ətrafımızdakı baş verən hadisələr, qidalanmamız, bizim qəbul etdiyimiz hər növ qidalar, burada artıq istənilən qidadan söhbət gedir. Tək yağlı və yağsız qidalardan deyil, hamısının qaraciyərin yağlanmasına birbaşa səbəbdir, birbaşa təsir göstərir. Xüsusilə hər fürsət düşəndə sizin də efinizdən o fürsətdən istifadə edib gənclərimizə, qadınlara, uşaqlara, o analara onu tövsiyə eləmək istəyərdim ki, enerji içkilərindən aşırı dərəcədə istifadə edirlər. Həmin enerji içkiləridir ki, Cavan nəslimiz, cavan uşaqlar çox istifadə edir. Bəli. Hətta ürək ağrısından demək istəyirəm ki, mən şəhərdə, küçədə gəzdiyim zaman bəzən ana yanında 2 az yaşlı uşaq, onların üçünün də əlində enerji içkilərini içə-içə şəhərə gəzirlər. Bunlar ciddi mənada problemdir. Və gənclərimiz də demək olar ki, bunun aludəçisi olublar. Bu birbaşa qaraciyər yağlanması, məsələn, mənim fəaliyyət göstərdiyim hospitalda özümün şəxsən rastlaşdığım, təsadüfən gördüyüm gənc insanlarda ürəyin koronar damar çatışmazlığına görə stent qoyulan xəstələr də var ki, hansı ki bunlar birbaşa həmin o enerji içkilərinin aludəçisi olan insanlardır. Bunlar qaraciyər yağlanmasına gətirir və onu da qeyd edim ki, qaraciyərin yağlanması bəzən sadə bir xəstəlik kimi düşünsə də insana bu çox ciddi bir xəstəlikdir. Məsələ burasındadır ki, qaraciyər sirozu olmuş xəstələrin bir 30 il, 40 il əvvəl təqribən 15-20%-nin səbəbi bəlli olmayan səbəbdən qaraciyər sirozu qeyd olunurdu. Bəli. Amma araşdırmalar və təcrübə onu göstərdi ki, həmin o 20%-in 90%-i qaraciyərin yağlanması fonunda əmələ gəlmiş qaraciyər sirozlarıdır və bunun arxasından qaraciyər xərçəngi, qaraciyər transplantasiyasına qədər aparıb çıxardır. Qidalara mütləq şəkildə diqqət olunmalıdır. Elə mən bura gələrkən səhər sosial şəbəkədən bir nəfər də mənə yazıb ki, düzü yaşını da bilmədim bağlı bir profildən. Bəs doktor, mən idmana başlamışam. O kreatinin və yaxud da ki, steroidlərdən istifadə edə bilərəmmi? Bir mənalı olmaz yazdım, heç onun şəxsiyyətini bilmədən. Çünki bu qidaların özü də, əgər professional idmançı deyilsə, bu qidaların özü də birbaşa qaraciyər yağlanması, qaraciyər çatışmazlığı, bərabərində böyrək çatışmazlığı əmələ gətirir. Amma onu da vurğulamaq istəyirəm ki, bütün bizim cavanlarımız, elə mənim də ətrafımda cavan elə evladlarım ya digər, məsələn, idman zalına getdikdə bir çox trenerlər onlara elə bax, kreatin deyim, müəyyən energetiklər deyim, onlardan istifadə etməyə məsləhət görürlər, tövsiyə görürlər. Hətta mən özüm də buradan, baxın, bugün studiyamızın qonağı tibb elmləri namizədi və deyərdim ki, respublikamızda yox, respublikamızdan da qıraqda, yəni dünyada tanınmış bir cərrah, transplantolog Cəlal Kazimi bir daha vurğuladır ki, energetiklərdən istifadə etmək lazım deyil. Eyni zamanda, əzizlərim, bax, bu dəqiqə bizə minlərlə insanlar baxır. Əziz valideynlər, əziz ailələr, qəti şəkildə energetiklərdən istifadə etməyin və düşünməyin ki, bu heç bir şeydir. Bu bir dəfə içdim, 2 dəfə mənlə razısınız və idman zalına gedən cavanlar, sizə də buradan birbaşa baxın. Bizim həkimimiz, burada mütəxəssisimiz bir daha vurğuladı ki, energetiklər və əlavələrdən istifadə etmək məsləhət görmür, çünki onlar gətirib qaraciyərin piyələnməsinə gətirib çıxardır.
Verilişimizin baş sponsoru Azərsudə dərin təşəkkürümü bildirmək istəyirəm. Mənim əzizlərim, siz də təbii, orqanik, keyfiyyətli, tam təbii inək südündən hazırlanan ağartı məhsullardan istifadə etmək istəyirsinizsə, o zaman siz də rahatlıqla Azərsüdün məhsullarından istifadə edə bilərsiniz. Nəzərinizə çatdırım ki, müxtəlif çeşidləri var. İstəyər xaması, istəyər qaymağı, istəyər pendirlər növləri. Görün, neçə növ pendiri var. Onda nəzərinizə çatdırım ki, hal-hazırda yeni motal pendiri də var. Qablaşdırması da çox rahatdır. Dadından da doymaq olmur. İnanın ki, mənim ailəmdə hamı Azərsüdün bu pendirindən yararlanır. Hətta hal-hazırda yay mövsümüdür. İstirahətə gedirsiniz, piknika gedirsiniz. Bax, belə dil pendirindən istifadə edə bilərsiniz. Bax, belə ayırırsınız və sumkavıza qoyursunuz, özünüzlə aparırsınız və dadlı qidalanırsınız. Odur ki, hər birinizə buradan nə arzu edirəm, hər zaman sağlam olasınız. Azərsüdün məhsullarından da istifadə edə bilərsiniz. Təbii dad, təbii ki, öz fermamızdan. Verilişimizin baş sponsoru Diablo'ya dərin təşəkkürümü bildirmək istəyirəm. Baxın, mənim əzizlərim, kimlər ki şirniyyat sevirlər, kimlər ki şirniyyata yox deyə bilmirlər, odur ki, siz də rahatlıqla Diablo'nun məhsullarından istifadə edə bilərsiniz. Nəzərinizə çatdırım ki, tərkibində glutensizdir, şəkəri yoxdur, şəkər sugar free'dir. Odur ki, rahatlıqla istifadə edə bilərsiniz. Nə kilo almırsınız, amma şirniyyat tələbətinizi aradan götürürsünüz. Hətta şəkərli diabetdən əziyyət çəkən insanlar, insulin dirəncliyi olan insanlar da Diablo'nun məhsullarından rahatlıqla istifadə edə bilərsiniz. Şokoladları var, vafliləri var, konfetləri var, sorulan konfetləri var, eyni zamanda peçenyaları var. Odur ki, mənim əzizlərim, siz də şirniyyat sevirsinizsə, şirniyyata yox deyə bilmirsinizsə, faydalı, kilo almamaq şərti ilə bu Diablo'nun məhsullarından rahatlıqla istifadə edə bilərsiniz. Nuş olsun. Verilişimizin baş sponsoru Evita Gözəllik Mərkəzinə dərin təşəkkürümü bildirmək istəyirəm. Mənim əzizlərim, xanımlar, əgər gözəl formada olmaq istəyirsinizsə, gözəl görünmək istəyirsinizsə, birbaşa siz də elə Evita Gözəllik Mərkəzinə baş çəkin. Evita Gözəllik Mərkəzində istəyər make-up, istəyər saç düzümü, istəyər gözəl bir formada qalmaq istəyirsiniz, spa, masaj, tay masajı, idman. Odur ki, mənim əzizlərim, siz də Evita Gözəllik Mərkəzinə gedin, gözəlliyinizə biraz da gözəllik qatın. Komandaları peşəkar söz ola bilməz. Nəzərinizə çatdırım ki, Evita Gözəllik Mərkəzində Bialine Jatonun bütün məhsulları satışdadır. Və bugün Bialine Jaton lifting kremi haqqında danışmaq istəyirəm. Çox möhtəşəm lifting effekti verir. Dəridə olan bütün məsamələri yığır, dərini yığır, göz altı qırışları aradan götürür və çox gözəl bir formada olursunuz. Bir dəfə edəndən sonra artıq gözəl bir nəticə alırsınız. Odur ki, mənim əzizlərim, gözəl formada qalmaq üçün Evita Gözəllik Mərkəzinə müraciət edin. Azərsüd Evita Gözəllik Mərkəzi Diablo'nun baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə şəfalı həyat davam edəcək. Azərsüd Evita Gözəllik Mərkəzi Diablo'nun baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə şəfalı həyat davam edir. Hüsnün güzel ayetleri ey sevgili canan, olmuş bütün alemde senin şenine şayan. Gel eyle nevaziş, mene ver bu selebinden. Çünkü güzelin bu sesidir aşık esan. Çünkü güzelin bu sesidir aşık esan. Sardım ki gönül hardadır, aldım bu cevabı. Hiç sorma tapılmaz, onu yaktarsa da insan. Rəhm eylə
dedim gel, Rəhm eylə dedim, sel kimi göz yaşımı töktüm. Gel qanim ilə oynama afəti dövran, insafın əgər var, insafın əgər var ise söyle bu nizami, senle necə rəftar eləsin ey məhitaban, senle necə rəftar eləsin ey məhitaban. Gel sevgili canan, Anar bəy qonağımızdır, yoga mütəxəssisidir. Hətta ona biz Cəlal bəylə quru deyirik. Doğrudan çox savadlı, işinin peşəkarıdır. Yoganın qaraciyara, ümumiyyətlə bütün bədənimizdə necə balans yaradır? İstəyər Anar bəy biraz da o haqda danışsın. Təşəkkür edirəm. Bəli. Yoqada var belə şey pranayama. Nəfəsi biz alırıq, nəfəsi veririk. Onu lazımdır düzgün eləmək. Niyə ki, bizə lazımdır açmaq enerji kanalları. Yoqada var çakra da, 7 dənə çakra. Bizə lazımdır aşağıdan yuxarı onları qalxmaq da. Anar bəy, istəyərdim biraz da bu yoganın qaraciyarla, daxili üzvlərlə necə əlaqəsi var? Təbii ki, enerji balansımızı bərpa edir, amma daxili üzvlərə necə təsir göstərir? Onu lazımdır göstərmək, nəzər olunur da. Siz hisslərlə özünüz görürsünüz də nəzər olunur. Birinci növbədə mən bilirəm ki, yoqada pranayama, yəni tənəffüs önəmlidir. Bu tənəffüs necə qaraciyarda dəyişiklik verir? Yəni onu qan dövranı düzəldir, onu nə şəkildə təsir göstərir? Bəli, qan yaxşı gedir, bizdə sirkulyasiyada oksigen gəlir də. Biz hiss eləyirik də. Onu lazımdır göstərmək də siz görəcəksiniz. O zaman fiziki hərəkətlərdən daha vacib olan tənəffüsün tənzimlənməsidir. Mən elə başa düşdüm. Bəli, o çox vacibdir. Çünki üzr istəyirəm, mən bilim kənardan izlədiyimiz hər zaman görürük ki, yoga müəllimləri və ya yürüyüş məşqləri əyilirlər, qalxırlar müəyyən pozisiya. Amma ən əsası demək ki, tənəffüs imiş. Bəli, o əsas bizdə o nəfəs. Nəfəsi almaq, nəfəsi vermək. Sonra bizdə hərəkətlər var. Yoqada var belə hərəkətlər şatkarmı? Şatkarma bu nədir? Su vasitəsilə səhv eləmirəmsə? Bəli, o su ilə təmizlənmə. Bəli, biz su ilə təmizləşmiririk də. Anar bəy, gəlin onda belə eləyək. Əgər mümkündürsə, gəlin müəyyən o dediniz ki, pranayama hərəkətlər, hansı ki, bugün elə mövzumuza uyğun, bugün studiyamızın qonağı Mircəla Kazımıdır, transplantor. Maraqlı da olar. Əslində gözümüzlə də görsək, bəli, görsək daha yaxşı olar. Görək, çünki mənə də yad bir şeydir. Siz də öz pasiyentlərimizə, mən də. Bəlkə özümüz də tətbiq edək. Bəli, elin hər səhər olur eləmək bunu. Amma gərək bizə göstərəsiniz. O zaman onda Anar bəy bu günləri göstərir. Mənim əzizlərim, hal-hazırda bizi izləyən tamaşaçılar, diqqətiniz bizdə olsun. Bugün Anar bəy yoga mütəxəssisi bizə bugün izah eləyəcək ki, necə düzgün pranayama, nəfəs almalıyıq, müəyyən hərəkətlər etməliyik ki, səhər durduqdan sonra onlar bizim maddelə mübadiləmizə müsbət təsir göstərsin, cavanlaşdırsın, oksigen kifayət qədər bədənimizə daxilsin və ən önəmlisi qaraciyarımızı təmizləsin, bərpa etsin və detoks eləsin. Onda keçək elə göstərək. Yoganın sirləri, mənim əzizlərim, diqqətiniz bizdə olsun. Bunu edirik, həm özümüzü rahat hiss edirik, həm enerji balansımızı bərpa edirik və təbii ki, qaraciyarımızın fəaliyyətini də bərpa edirik. Buyurun. Səhər biz dururuq, başlayırıq. Demək, bunu səhər tezdən edirik. Ac qarnına ya da su içdikdən sonra. Yaxşı olardı, heç nə yemirik. Yemək yemirik, amma su içirik. Bəli, 3-5 saat əvvəl
Hatha yoqadan əvvəl biz heç nə yemirik. Su olar, biraz içmək. Deməli 3 saat öncə yemək yemək olmaz. Bəli. Niyə biz səhər eləyirik? Çünki belə saatlar var yoqada da. Dinacharya i Brahma Muhurta. Bunlar nə saatlarıdır? O saat, yarım 2 saat əvvəl günəş çıxandan da əvvəl biz dururuq. 2 saat günəşdən öncə. Öncə. İndi göstərək hərəkətləri. Keçirik Hərəkətləri. birinci növbədə pranayama. Bəli, biz otururuq. Yüngül variant oturanda biz sukhasana belə otururuq da. Var sithasana, ayağın üstünə belə otururuq. Yüngül variant vajrasana. Vajrasana belə bizə lazımdır düz oturmaq. Baş baxır yuxarı. Mən klassik pozada oturacağam. Padmasana. Maşallah sizin belə də əzələləriniz o qədər gözəl inkişaf edir ki, insan çox plastikdir. Yəni plastik olanda da insan cavan qalır. Bu da cavanlığın bir göstəricisidir. Ondan sonra biz başlayırıq pranayama. Nəfəsi alırıq, veririk belə yavaşca. Mən göstərəcəm indi nətər. Əllər bizdə Jnana Mudra aktiv kanalları da biz eləyirik. Yəni əllərimizi mütləq bu şəkildə tuturuq. Bu bizim kanallarımızı aktivləşdirir. Adı da Jnana Mudra. Bəli. Diqqət biz saxlayırıq 3-cü göz Ajna çakra bu yerdə. Da nəfəsi alırıq. Veririk. Bunun da adı Ujjayi Pranayama. Onun var cürbəcür variantlar. Biz eləyirik əllə. Nəfəsi verəndə əllər gedir qabağa, alanda da dala. Verdik, aldıq. Verdik, aldıq. Möhkəm. Bu idman həqiqətən insanı emosional da rahat eləyir. Və tək hərəkətlərlə deyil, eyni zamanda bunun müəyyən saatları var. Səhər tezdən ki, bu hərəkətlərə böyük bir ehtimal onun yaradıcıları, bu yolu təklif edənlər yəqin ki, insanın həmin saatda biolojik bir saatını da təyin ediblər ki, bu saatda insan daha rahat olur ki, onları qəbul etsin. Təbii, biraz əvvəl də bu qidalardan da danışdıq. Bizim məsələn, sağlamlığımızın keşiyində duran, sağlamlığımıza bizi yönəldən bizim dinimiz də var, İslam dinimiz. Hansı ki, deyir, halal qidalarla qidalanın ki, sağlam olun. Düşünürəm, yoqada da belə bir şey var yəqin ki. Çünki təxmini bütün bu işlərin hamısı insanların sağlamlığına, insanların rifahı üçündür. Yoqada varmı belə bir qidalama tərzi? Bəli, var. Yoqada əsas biz nə yeyirik? Bizdə meyvələr gedir, bizdə tərəvəzlər gedir də cürbəcür. Var ancaq tərəvəz və meyvə. O birisi variant vegan variant var, vegetarian ət, balıq, heyvan. Biz onu yeyəndə çox ziyandır. Misal üçün görəndə siz görəcəksiniz də kim ət yeyir 40 yaşında 50 yaşına oxşuyur da. Kim ət yemir 40 yaşında 30 yaşınadır. Onda deyəsən mən günü sabahdan keçirəm, imtina edirəm və istəyirəm 51 yaşında 41 yaş kimi görsənmək. Odur ki, mənim əzlərim. Təbii ki, mən vegetarian deyiləm, amma yenə də sağlam qidalanma çox önəmli məqamdır. Cəlal doktor, bəlkə bizdə keçək. Mən bir şey soruşmaq istəyirdim. Sizin qruplarınız var da, yoga ilə məşğulsunuz. Orada gələnlərin hamısı vegetariandır, yoxsa necə? Yox, hamısı yox. Baxır adama. Mən dedim də, vegetarian. Yoga məşğul olmaq. Vegetariandan sonra gedir vegan. Veganlar da tam imtina edirlər. Onlar da südü içmirlər. Hətta bal da istifadə etmirlər, çünki o da arıdandır. Balıq, ət, yumurta yox, bal da yox.
Çünki o Bəli. da bal o Arının məhsuludur, arının bəli. məhsuludur, düzdür. O veganlardır. Hazırlanmış yeməyi yeyirlər. Var belə adamlar ki, hazırlanmış yeməyi yemirlər. Çiğ yeyirlər, Da. çiğ qida məhsullardan qidalanma. Çiğ qidalanma. Mən olmuşam çiğ Ha, siz artıq çiğ qidalanırsınız. Yəni bişmiş qidalardan istifadə olmuşam etmirsiniz. mən. Təmiz, Vaxtilə. bəli, mən təmiz olmuşam 2 il. Necə Ancaq özünüzü çiğ. onda hiss elədiniz Anar bəy? O vaxtda məndə olmuşdu belə şey, yoqada o var da, şatkarma kimi şeydir. Mən heç nə yeməmişəm də, ancaq su içirdim. Məndə maksimum olmuşdu 24 gün. Ancaq 24 su. gün yalnız su içmisiniz? Ancaq su. Yəni başa ət yeyirsiniz, amma bişməmiş yeyirsiniz. Yox. Ət Məsələn, yeyir, safran. tərəvəz və meyvə yeyir. Ət ümumiyyətlə məhsullar çiğ- istifadə etmir. Çiğ isə tərəvəz meyvəni yeyir. 24 gündə su içibsiz. Tərəvəz yeyibsiz yoxsa meyvə? Yox, ancaq 24 gün təmiz su. Heç nəsiz. Yemək də buna heç nə deyirlər olmaz. sulu aclıq. Sulu acılıq, sulu bəli. acılıq düzdür. Ondan sonra 24 gündən sonra mən 7 gün çıxmışam, ancaq çaylar içmişəm də. Şirələr, tərəvəzlər. Şirələr də, su 7 Özünüzü gün. necə hiss etdiniz o 24 Çox gün? belə yaxşı, Nə dəyişiklik çox. oldu Anar bəy? Dəyişik sən hiss eləyirsən, enerji gəlir. Siz bilirsiniz də, adam yeməyəndə enerji çox olur. Emosional özünüzü hazırlayırdınız da, emosional daha çox hazır olur. O mənə elə gəlir ki, bədəndən asılıdır. Bədən öz-özünə belə işləyir. Məcəla doktor, sizin fikriniz nədir? Hal-hazırda yoqanı, pranayama elədik, idman hərəkətləri elədik, qidalanmadan danışdıq. Siz bir mütəxəssis kimi artıq neçə illərdir ən ağır xəstələrlə işləyibsiniz. Yəni biri var adi bir terapevt həkim, biri var da transplantda olub cərrah. Bu tamamilə fərqli bir sahədir. Yəni ağır xəstələrlə çalışmısınız, onları həyata qaytarmısınız. Bax siz nə deyə bilərdiniz? Təbii ki, qidalanma faciə faktordur. Yəni insan tamamilə qidasız qala bilməz. Tamamilə qidasız qaldığı zaman istər fiziki, istərsə də əqli olaraq geri qalar. Qidalanmanın da tərzi var. Yəni aşırı qidalanmaq da məsləhət deyil. Bütün növ aşırı yağlı olsun, karbohidratlı olsun və sair qidalar olsun. Aşırı qidalanmaq da doğru deyil. Təbii ki, insan ehtiyacı olduğu qədər qidalanması ən vacibdir. Lazım olan kalorini insan almalıdır. Bir çox xəstəliklərdə aclıqdan da əmələ gələn xəstəliklər var. Və sizin qeyd etdiyiniz kimi, Anar bəyin sözünü mən də onu bir əlavə eləmək istəyirəm. Şimdi ola bilər insanlarımız, sizi izləyənlər, ciddi şəkildə geniş izləyici kütləniz var. Həvəslənib az qalarlar və yaxud da Anar müəllimin dediyi proqrama oturarlar. Bu bir hazırlıq lazımdır, sağlam şəxs olmalıdır. Bunu müəyyən xəstələr də eşidib, bunu edib daha da vəziyyətlərini pisləşdirərlər. Dediyiniz kimi, buradan bir mesaj alınmasın ki, az qalmaq lazımdır. Amma qidaya diqqət eləmək lazımdır. Aşırı qidalanma, lazımsız qidalanma da bir çox xəstəliklərə, fəsadlara gətirib çıxardır ki, onun da ən başına gələnlərdən biri də qaraciyərin yağlanması, orqanizmin yağlanması, onun ardından şəkərli diabetin ortaya çıxması və sair kimi xəstəliklər aşırı çəkiləndir. Hal-hazırda da ayrıca bir sirifləmədir, morbid obez dediyimiz, yəni ölümünə xəstəlik, yəni aşırı kilonun özü də bir xəstəlikdir. Mircəla doktor, bir sualım da yarandı. Belə bir, siz tez-tez belə bir xəstələrlə üzləşirsiniz. Əsasən bu xəstələrdə nəyi müşahidə edirsiniz? Hansı xəstələrdə məhz qaraciyər pirlənməsi daha tez-tez rast gəlir və hətta onlar gəlib qaraciyərin sirrozuna gətirib çıxarda bilər və digər ciddi fəsadlardan üzləşirlər? Qidalanma rasionuna nəzarət eləməyənlər, bununla bərabər aşırı şəkildə alkoqol istifadə edənlər, bütün alkoqol növləri daxil olmaq şərti ilə alkoqol içkilərdən aşırı istifadə edənlər, enerji içkilərindən istifadə edənlər, digər tərəfdən viral hepatitləri olanlar, paralel şəkər xəstəsi olanlar, bunların hər biri özü-özlüyündə riskdir. Bir neçəsi bir yerdə olundasa bu risk daha da artır və xəstəliyin daha da sürətlənməsinə səbəb olur. Yəni bunun qarşısını necə ala bilərik? Ağzımıza, boğazımıza sahib çıxmadan, bəzən sizin birbaşa işinizdir. Mənə də bəzən xəstələr müraciət edib gələndə biz deyirik ki, dondur çəkilidir, arıqlasın. Suallar, doktor, nə yeyim arıqlayım? Nə yemə arıqla? Bəli. Nə yeyim arıqla deyə arıq. Çox gözəl tamamlamaz. Nə yemə arıqla? Bəli, qidalara diqqət etmək lazımdır. Hər birimiz, bu bizim hər birimizə aiddir. Bizə, ailəmizə, övladlarımıza qidalanmağa diqqət etməliyik. Mircəla doktor, bir mütəxəssis kimi qaraciyərə ən önəmli nə edək?
İndi mən öz dietologiya tərəfimdən deyirəm, amma siz bir mütəxəssis kimi bax buradan bir mütəxəssis kimi hal-hazırda bizi baxan minlərlə insanlar var. Onlara bir çağırış kimi nə məsləhət görərdiniz? Bax bu gün, bu dəqiqə, bu anda nəyi dəyişsinlər, nəyi əlavə etsinlər ki, həyatlarına bu xəstəliklərlə üzləşməsinlər? Hər bir insan gördüyü işdən asılı olaraq həyat tərzinə diqqət eləməlidir. Burada onun həyat tərzi, yaşayışı, qidalanması, günün müəyyən saatlarında yatıb yatmaması, yuxusu, bütün bunlar hamısı buna aid olmalıdır. İldə ən azı 2 dəfə check-up müayinələrdə mütləq keçmək lazımdır. Çünki biz çalışmalıyıq ki, xəstəliyi deyil də, xəstəliklə mübarizə aparmaq deyil, xəstələnməməklə mübarizə aparmaq. Yəni, elə həyat tərzimizi qurmalıyıq ki, biz xəstələnməyək və yaxud xəstələndiyimiz zaman zamanında bunun qarşısını almağa cəhd eləməliyik. İldə 2 dəfə ən azı check-up müayinələrdən keçmək və var olan xəstəliyimizdən qorxmayıb onu gizlətməmək lazımdır. Bu xəstəliyə mübarizə aparmaq lazımdır. Çünki təbabət hal-hazırda elə o dərəcədə inkişaf edib ki, bir çox xəstələr artıq öz müalicə həllini tapıb, sağlamımıza diqqət eləməliyik, ətrafımızı sağlam diqqət eləməliyik. Çünki biz gələcək nəsillərin sağlam olması üçün bizim özümüzün sağlam olmamız lazımdır. Xəstəliklə mübarizə yox, xəstələnməməklə mübarizə etməli. Çox necə gözəl sözdür. Elə yeri gəlmişkən qoy elə bu gözəlliklə, sağlamlıqla bağlı onu da deyim ki, mən bugün saçımın düzümünə görə Evita Gözəllik Mərkəzində çalışan Gündel xanıma dərin təşəkkürümü bildirmək istəyirəm və eyni zamanda bilirsiniz ki, artıq neçə aylardır məni efirə hazırlayan Evita Gözəllik Mərkəzində çalışan Şəhla xanıma make-upıma görə dərin təşəkkürümü bildirmək istəyirəm. Var olsun Evita Gözəllik Mərkəzi və bugün bu studiyamızda maraqlı söhbətlərlə, maraqlı mövzularla, hətta baxdınız ki, idman etdik, bəli, maraqlı tanışdıqlarla, bəlkə də Mircəlal doktor artıq özü də yoqaya başlayacaq. Bugün burada əyləşdik, maraqlı söhbətlərimiz, komfortlu əyləşib söhbət etdiyimizə görə Nur Mobilə mebel mağazalarına təşəkkür etmək istəyirəm. Başda da Rəşad bəyə buradan dərin təşəkkürümü bildirəm, var olasın. Sizə o minnətdarlığımızın həddi-hüdudu yoxdur, amma sizə hədiyyələrimiz olacaq. Elə qonaqlarımızın hamısına bugün hədiyyələr təqdim olunur bizim sponsorlarımızdan. Mən istəyirəm onları təqdim edim. Anar bəy, buyurun. Onu da vurğulayım ki, şəkərsiz, glutensiz, qatqısız olan şirniyyatlardan siz də yararlana bilərsiniz. Cəlal bəy, sizə də doktorumuz öz fikirlərini sonra deyər. Şəbab, mən sizdən üzr istəyib bir şey demək. Məndə olan məlumata görə Bildiyim Xəyam mənim həkim ailəsindəndir, valideynləri həkimdir. Adətən tendensiya belə olur ki, uşaqlar valideynlərin yolu ilə gedir. Müvəffəqiyyətli insan, qabiliyyətli insan hər zaman uğur qazanır bütün sahələrdə. Mən həyatımda ilk dəfədir ki, bir insana deyirəm ki, yaxşı həkim olmamısan. Yaxşı həkim olmamısınız, bu sahəyə gedmişsiniz. Çox sağ olun, və bu cür bizi, insanlarımızı, biraz əvvəl dediyim kimi xalqımızı tərənnüm edirsiniz. Bir daha təşəkkür edirəm. Yaxşı buna gedin. Çox sağ olun. Təşəkkür edirəm. Görürsünüz Xəyam bəy, nə qədər gözəl sözlər və digər sponsorumuzdan da hədiyyələrimiz olacaq sizə. Ağartılar da, ağartı məhsulları da. Elə mən də evdə bundan alıram. Bəyənirsiniz. Bəli. Cəlal doktor sizə də. Siz sağ olun. Bir daha təşəkkür edirik. Doğrudan necə doktorumuz vurğuladı ki, o gözəl ifa insanın ruhunu dəyişir, insanın ruhunu şəfalandırır. Bildiniz ki, bizim verilişimiz şəfalı həyatdır və təbii ki, şəfalı həyat yalnız insanın qidasında deyil, yalnız insan müalicədə deyil, hətta bir musiqi insanı müalicə edə bilər. Necə ki, o sevgili Cahanı belə ifa etdiniz. İnan, sözümün bitdiyi yerdə, buna deyilə sözün bitdiyi yerdə. Təşəkkür edirəm. Sözümü də tamam bildirirəm doktora, qardaşımız onlara. Minnətdaram hər birinizə, bir də bayramımız mübarək olsun. Yaşasın Azərbaycanımız, yaşasın vətənimiz. Daima hər yerdə ən ucalardan həmişə səsi gəlsin. Və icazənizlə elə sonuncu çıxış etdiyim mahnıda Heydər xalqım deyəcək səsləndirim. Bu gözəl gündə sizlər üçün. Bayramımız bir daha mübarək olsun. Çox sağ olun, təşəkkür edirik.
Gözlerinde açılır bu milletin seheri. Senin adınla bağlı bu halkın her seferi. Qədemin değen yerde sehralarda gül açır. Gülistana çevrilir yurdun kendi şehri. Güneş doğur ele bil, harda çekilir adın. Dosta təxarət gəlir, gözü kör olur yadın. Azərbaycan deyəndə səni düşürük biz. Azadlıq aynamı xalqa sən bağışladın. Sən elə bir zirvəsən, küləklər neyləyəcək? Dünənim bugünüm sən, səninlədir gələcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Sen bu çetin zamanda gücümüz, kuvvetimiz. Sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var, imzaların içinde. Sana halaldır halal, hürmü muhabbetimiz. Sen el bir zirvesen, küleyler neyleyecek? Dünenim bugünüm sen, seninledir gelecek. Ne kadar Azerbaycan, ne kadar bu millet var, Heydər xalqım deyecek, xalq Heydər söyleyecek. Heydər xalqım deyecek, xalq Heydər söyleyecek. Heydər xalqım deyecek, xalq Heydər söyleyecek. Azərsüd Evita Gözəlliyi Mərkəzi, Diablonun baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə şəfalı həyata baxdınız.